Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizə nəzərinizə zərfin 11-lik test toplusundan olan zərfin gerdə qalan hissəsini nəzərinizə çatdıracağım. Zərfin cümlədə rolu və zərfin morfoloji xüsusiyyətləri. Birinci test. Hansı cümlədə zərf yoxdur? Ana xeyli düşündü, çıxış yolu tapmadı. Nə qədər? Miqdar zərfidir. Kəmiyyət zərfidir. İrəlidə bir yük maşını göründü. Harada? Yer zərfidir. Axşam yağış yağmış, həyətdə gölməçə yaranmışdı. Nə zaman? Axşam. Zaman zərfidir. Gələnlər ingiliscə danışırlar. Danışırdılar. Kim? Gələnlər nə tərzdə? İngiliscə tərz hərəkət zərfi. Tamaşaçılar yeni zalda oturmuşlar. Nə etmişlər? Oturmuşlar. Kim? Tamaşaçılar harada? Zalda. Konkret isimdir deyən, konkret isimlər yer zərfi ola bilməz. Cümlədə zərfli ola bilərlər. Ancaq ki, zərf ola bilməz. Hansı cümlədə zərf yoxdur? Qoça güclə dayanmışdı. Qoca. Qoça neymiş? Qoca nə tərzdə? Zərf düzəldən leksi şəkilçiniz burada. Yəni zərf öz yerində tərz hərəkət. Qoca çətinliklə danışırdı. Nə tərzdə danışırdı? Çətinliklə zərf. Qoca təəccüblə mənə baxırdı. Nə tərzdə mənə baxırdı? Qoca ehtiyatla ətrafa diqqət yetirdi. Diqqət yetirdi. Kim? Qoca nə tərzdə? Ehtiyatla. Qoca ağacla yeriyirdi. Yeriyirdi nə ilə? Ağacla. Buradakı qoşma qoşulmuş söz tamamlıq vəzifəsindədir. Kim? Qoca. Oldu nə? 2-də E. 3-ə baxırıq. Cümlələrin birində zərf işlənməmişdir. Zərf işlənməmişdir. Hərdən bir görüşürük. Nə zaman? Hərdən bir. Axşam televizorda yaxşı veriliş olacaq. Nə zaman? Axşam. Sözü deməzdən qabaq yaxşı-yaxşı fikirləş. Fikirləş nə tərzdə? Yaxşı-yaxşı. Az danış, mənalı danış. Necə hərəkətin yanında olduğuna görə zərfdilər. Elçin şəhərdə yaşayır. Yaşayır kim? Elçin harada? Şəhər. Konkret isimdir deyən yer zərfi ola bilməz. Əvvəl sözü hansı cümlədə zərfdir? Əvvəl sözü yerinə görə qoşma olur, zaman qoşması. Yerinə görə də zərf olur. Qoşma adından bilindiyi kimi. Nəyəsə qoşulub cümlə üzvü olmalıdır. Yəni ismin çıxış halına qoşulmalıdır. Amma əvəzli zərf isə saf halda cümlənin heç bir şeyə qoşulmadan cümlə üzvü ola bilər. Hər şeydən əvvəl dərsə fikir verin. Hər şeydən əvvəl çıxışlıq üstəgəl qoşma. O müharibədən əvvəl müəllim işləyirdi. Dan üstəgəl qoşma. Dərsini əvvəl oxu. Sonra əvvəl oxu, sonra istirahət edərsən. Elə oldu nə? Dərsini əvvəl oxu. Əvvəl oxu, dərsini əvvəl oxu, sonra istirahət edərsən. Əvvəl. Sonra, mən səndən əvvəl gəlmişəm, qoşma, çıxışlıq hal üstəgəl qoşma. Yola çıxmazdan əvvəl maşınları bir daha yoxlayın. Nə zaman? Çıxmazdan əvvəl qoşma. Deməli, doğru variant nə oldu? 4-də C. 5. Hansı sözlər həm zərf, həm də sifət kimi işlənə bilər? Bəli, zərflə sifət kimi, sonra zərflə, zaman zərfi ilə isim üçün ortaq sözlərimiz var. Bu da tərzə hərəkətlə sifət üçün ortaq olan sözlər. 1-dir, sonra 3-dür, sonra 4. Oldu nə? 1, 3 və 4. 1, 3 və 4. 5-də 1. 6. Deyir ki, cümlələrin birində eyni sözün təkrarından yaranmış zərf işlənməmişdir. Küçələrdə yığılan qarın üstündə qarğalar asta gəzirdi. Nə tərzdə gəzirdi? Bu, eyni sözün təkrarından yaranmış zərfdir. İsmail dayəsi Səkinənin danışdığı nağılları tez-tez yada salırdı. Yada salırdı nə tərzdə? Tez-tez zərfdir. O, sazda oxunan el mahnılarının sözlərini misra-misra yaddaşına hopdurmuşdu. Misra-misra tərzdə. Nənəsinin danışdığı şirin-şirin nağıllar onun uşaqlıq dünyasının bəzəyidir. Şirin-şirin nağıllar, burada necə nağıllar? Bu mürəkkəb sifətdir. Çünki isimin yanında gəlib. Sonra burada da rahat-rahat küçələrdən keçirdən nə tərzdə? İsmin yanında gəldi deyəndə ki, məsələn, bu da zərfdir.
ismə aiddir, amma ki, ismin yanında gəlib, daha doğrusu tərz hərəkət zərfidir. Rahat-rahat küçələrdə keçirdilər, nə tərzdir. Sonra oldu nə? 6-da D. 7. Cümlələrin birində eyni ismin təkrarından yaranmış zərf işlənmişdir. Böyük bir ayı arxa pəncələri üstə yavaş-yavaş suya girdi. Nə tərzdə? Burada eyni sifətin təkrarı ilə yaranmış zərfdir. Yaxşılıqda tez-tez, uşaqlıqda tez-tez xəstələndiyi üçün arzusu həkim olmaq idi. Nə zaman? Tez-tez. Bu da isim deyil. Dəstə meşənin dərinliklərinə çatanda addım-addım irəliləməyə başladı. Nə tərzdə? Addım-addım zərfdir, amma isimlərin təkrarından yaranmış zərfdir. Hansı cümlədə zərf işlənmişdir? Uşaq yıxıla-yıxıla böyüyər, yıxılaraq böyüyər feili bağlamadır. Uşaq ora-bura boylandı, haraya? Mürəkkəb yer zərfidir. Oldu B. Hansı cümlədə zərf işlənməmiş? Uşaq oyuncaqla oynayırdı. Uşaq nə ilə oynayırdı? Oyuncaqla. Kim uşaq nə edirdi? Oynayırdı. Elə burada yoxdur. Hansı cümlədə zərf işlənməmişdir? İşlənməmişdir. Zərf işlənməmişdir. İstirahətimizi kənddə keçirməyə qərara aldıq. Qərara aldıq. Nəyi? İstirahətimizi kənddə keçirməyə. Burada zərf yoxdur. Oldu A. Sonra hansı cümlədə zərf işlənmişdir? Anam şəhərdə qalmaq istəmir. Kəndə getməyə tələsirdi. Anam şəhərdə deyir ki, cümlədə zərf yoxdur. Anam şəhərdə qalmaq istəmir. Kəndə getməyə tələsirdi. Zərf işlənmişdir. Burada yoxdur. Mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Gündən günə nə zaman? Zaman zərfidir. Var burada. Elə B variantıdır. 12. Nümunədə altından xətt çəkilmiş söz morfoloji baxımından nədir? Yağış yağdı gilə-gilə. Ayaqqabım batdı gilə. Deməli, gilə-gilə. Yağış yağdı gilə-gilə. Nə tərzdə? Ayağım batdı gilə. Oldu nə? Zərf. Cümlələrin birində zərf işlənməmişdir. Sözü deməmişdən qabaq, yaxşı-yaxşı fikirləşdi. Nə tərzdə? Yaxşı-yaxşı. Bizim meşələrdə hər cür ağac növünə təsadüf edilir. Hər cür ağac növünə təsadüf edilir. Burada yoxdur ümumiyyətlə zərf. Axşam televizorda maraqlı veriliş olacaq. Nə zaman? Axşam. Az danış, təmiz danış. Nə tərzdə? Az, nə qədər az, nə tərzdə təmiz. Hərdən az danış, danış, nə qədər, miqdar zərfi, təmiz danış, danış. Necə? Təmiz zərfdir. Hərdən biz bir yerə yığışırıq. Nə zaman? Zaman zərfi var. Sonra 14. İşarələnmiş sözlər hansı nitq hissəsinə aiddir? Əzizim kəlmə-kəlmə. Sözün deyil kəlmə-kəlmə. Oturaq xəlvət evdə, danışaq kəlmə-kəlmə. Deməli, baxım görüm, əzizim kəlmə-kəlmə. Sözün deyil kəlmə-kəlmə. Nə tərzdə? Oturaq xəlvət evdə, danışaq kəlmə-kəlmə. Nə tərzdə? Zərf. 15. İşarələnmiş sözlər hansı nitq hissəsinə aiddir? Əzizim gündə dara. Zülfünü gündə dara. Bülbülü güldən ötürü çəkdilər gündə dara. Deməli, nə ola bilər ki, zərf olar da? Nə zaman? Zülfünü gündə dara. Nə zaman? Dadə şəkilsin köməklindən zaman zərfi yaradıb isimlə. Çəkdilər gündə dara. Oldu nə? Zərf. 16. Cümlələrin birində düz sözü zərf kimi işlənmişdir. Ümumiyyətlə, düz sözü 5 dənə nitq hissəsini əhatə edir. İsim olur, sifət olur, zərf olur, fiil olur, ədat olur. Bizdən zərf soruşur. Düz yol insanı həmişə xoşbəxtlik yapar. Necə yol? Bu sifətdir. Dağlarla əhatə edilmiş bu düz maralların məskənidir. Hara? Düz. Mən niyə burada zərfli işarəsi çəkdim? Burada isimdir. Maşın
evimizin düz qabağında dayandı. Burada ədatdır. Suala cavab verə bilmir. Kəklik xanım şamları güzgünün qabağına düzdü. Bu feildir. Nailə, gəl əyri oturaq, düz danışaq, nə tərzdə danışaq? Oldu nə? 16-da E. Zərflərin birində ismə məxsus əlamət var. İsmə məxsus əlamət. Qapı qəfildən döyüldü. Var burada zərf, amma ismə aid xüsusiyyət yoxdur. Sonralar bu haqda çox danışılacaq. Nə zaman? Sonralar. Sonra zaman zərfidir. Cəmi şəkilçisidir bu da burada. Oldu nə? B variantı. Buradan da nəyi öyrəndik? Elə bir qayda çıxdı qarşımıza ki, demək, ismə məxsus xüsusiyyəti götürən sözlər şərt deyil ki, isimləşsin. İsmə məxsus xüsusiyyəti cəm şəkilçisini qəbul edib yenə zaman zərfidir. Nə zaman bu haqda çox danışılacaq? Sonralar. Ola bilər test kimi qarşınıza çıxa bilər ki, ismə məxsus şəkilçini qəbul edən sözlər mütləq isimləşir. Bu da sübut. İsimləşməyə də bilər. Oldu B variantı. 18. Hansı cümlədə zərf ismə məxsus şəkilçi qəbul etmişdir? Duman çəkildikcə irəlini aydın görmək olurdu. İrəlini təsiri hal şəkilçisi qəbul etmiş yer zərfidir. Oldu A variantı. Zərf hərəkətə aid olduğu kimi digər nitq hissəsinə də aid olub, onu müxtəlif cəhətdən izah edir. Hökmünü təsdiq edən cümləni müəyyən et. İndi təəssüflə bildirirəm ki, boş vaxtımız yoxdur. Nə zaman? İndi. Təəssüflə nə tərzdə? Deməli, zaman zərfi tərz hərəkət zərfini izah edib. Ona aiddir. Meydanın qərb tərəfində bulud kimi toz qalxdı. Tərəfindən bulud kimi toz qalxdı. Baxıram ki, burada ümumiyyətlə zərf yoxdur. Güclü yağışa düşdüyü üçün uşağın paltarları tamamilə yaş idi. Necə idi? Yaş idi. İsmi xəbər. Nə qədər? Tamamilə. Kəmiyyət zərfi ismi xəbərə aiddir. Bu da onun sübutudur. Oldu nə? C variantı. Əhməd yavaş-yavaş qapıya yaxınlaşdı. Cümləsində altından xətt çəkilmiş sözün qrammatik xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdir. Quruluşca mürəkkəbdir, zərfdir. Bəli. Eyni sözün təkrarıdır. Bəli. Tərz hərəkətdir. Nə tərzdə? Cümlənin təyinidir. Cümlənin artıq burada təyinidir. Tərz zərfidir. Özündən sonra isim gəlməsinə baxmayaraq feillə bağlana bilir. Yaxınlaşdı nə tərzdə? Yavaş-yavaş. Sonra oldu D variantı. Bir nümunədə zərf hansı suala cavab verir? Təyyarə getdikcə yuxarı qalxırdı. Haraya qalxırdı? Yuxarı qalxırdı. Haraya qalxırdı? Sonra günlər sürətlə ötüb keçirdi. Nə tərzdə? Sürətlə. Əvvəllər o belə qayğılı görünməzdi. Nə tərzdə? Qayğılı. Nə zaman? Əvvəllər. Yuxarı dairələrdə bu hadisəyə əhəmiyyət verilmədi. Hansı dairələrdə? Yuxarı dairələrdə. Oldu nə? D variantı. Hansı dairələrdə? Sifət əvəzi edir. Sonra hansı cümlədə zərf feili sifətə aiddir? O iclasda çox danışdı. Burada yəni feili sifət deyəndə, yəni feilin təsirlənməyən formasına aiddir də. Bu təsirlənən feilə aiddir. Yəni feilin xəbər şəklinə aiddir. Buradakı zərf, kəmiyyət zərfi. Az danışmaq onun adətidir. Nə qədər danışmaq az burada məsdərə aiddir. Əhla oxuyaraq məqsədindən nail oldu. Var burada zərf, ancaq feili bağlamaya aiddir. Ara gərək. Çox istəyən azdan da qalar. Nə qədər istəyən çox, istəyən feili sifətdir. Elə doğru cavabın kəmiyyət zərfi aiddir feili sifətə. Hansı cümlədə iki zərf işlənmişdir? İki zərf işlənmişdir. Baxdıq. Həmid sakitcə dayanıb söhbətin necə qurtaracağını gözləyirdi. Deməli, nə tərzdə dayanıb söhbətin necə qurtaracağını gözləyirdi. Burada iki zərf işlənməlidir. Nərgiz bilirdi ki, indi bu barədə danışmaq gecdir. Deməli, Nərgiz bilirdi ki, nə zaman indi bu barədə danışmaq gecdir.
Deməli, Nərgiz bilirdi ki, bu barədə danışmaq gizdir. Bir də bu zərf. Deməli, nə oldu? Bir zərf, iki zərf. B variantı. Hansı cümlədə iki zərf işlənmişdir? Çox çəkmədi ki, Mirzə Süleyman yanaşı oturduğu oğlanla söhbətə başladı. Deməli, çox çəkmədi. Nə qədər miqdar zərfi? Mirzə Süleyman yanaşı oturduğu nə tərzdə, yandan yanaşı nə tərzdə oturduğu oğlanla söhbətə başladı. Elə oldu nə? 24-də A. 25-ə baxırıq. Üzü yuxarı, üzü aşağı sözləri üçün ortaq cəhətdir. Üzü yuxarı, üzü aşağı. Ortaq cəhət. Quruluşu, sualı, fiili birləşmənin tərkib hissəsi ola bilməmək, İsmə aid qrammatik şəkilçidən istifadə, daha çox əşya ilə bağlılıq, ikinci dərəcəli üzvün yerində çıxış etməmək. Deməli, ortaq olan fikir. Üzü yuxarı, üzü aşağı. Mürəkkəb yer zərfləri də bunlar. Quruluşu, bəli, mürəkkəbdir. Bunu götürə bilərik. Sualı da uyğun gələr. Məsələn, yer zərfin sualını götürəcək. 1-2. Fiili birləşmənin tərkib hissəsi ola bilməmək, niyə olmasın ki? Sonra ismə aid qrammatik şəkilçidən istifadə istifadə. Baxın görün, üzü yuxarı oldu, bir də bu. Daha çox əşya ilə bağlılıq, hərəkətlə bağlılıq olur burada. İkinci dərəcəli üzvün yerində çıxış etməmək, əksinə niyə iştirak etməsin ki? Zərflər cümlədə zərfli olur da. Oldu nə? 1, 2 və 4. D variantı 25-dir. 26. Hansı nümunədə zərf işlənməmişdir? Onun belə danışığı ətrafdakılarda şübhə doğurdu. Onun belə danışığı zərf işlənməmişdir. Şübhə doğurdu. Nə etdi? Şübhə doğurdu. Nə onun belə danışığı. Zərf işlənməmişdir. Bu zərf deyil ha. Zərfi nə tərzdə danışmaq? Zərfi əvəz etmiş əvəzlikdir. İşarə əvəzliyi oldu nə? 26A. Nitq hissəsi bir digər nitq hissəsini əvəz edirsə, bu əvəz etmə funksiyasını daşıyır. Morfoloji cəhətdən elə özünün aid olduğu nitq hissəsinə aid olur. Hansı nümunədə zərf işlənməmişdir? Atasını görəndə qeyri-ixtiyarı ayağa qalxdı. Nə tərzdə? Qeyri-ixtiyarı. O, dəhlizdə var-gəl edərək astaca nəsə danışdı. Nə tərzdə? Elə çalışmaqla müsbət bir nəticə əldə edə bilinməz. Elə çalışmaqla müsbət bir nəticə əldə edilə bilməz. Nə tərzdə çalışmaqla elə? Burada zərfi əvəz edən əvəzlik var, amma zərf deyil. Oldu nə? 27-də C. 28. Hansı cümlədə zərf təyin vəzifəsindədir? Yayda xınalığa, oradan da Heydər zirvəsinə qalxdım. Nə zaman? Yayda. Burada zaman zərfidir. Zərf zaman zərfliyi vəzifəsindədir. Bizi məktəbin yuxarı sinif şagirdləri qarşıladılar. Qarşıladılar kim? Məktəbin yuxarı sinif şagirdləri. İndi deyirsiniz ki, mən hansı sinif sualına cavab verir? Bu ismi birləşmənin tərkibinə girmək olmaz. Parçalamaq olmaz. Meşəyə çatanda güclü yağış yağmağa başladı. Burada yoxdur ümumiyyətlə. Yuxarı mərtəbədə təmir başlamışdı. Nə etmişdi? Təmir başlamışdı. Harada? Mərtəbədə. Hansı mərtəbədə? Yuxarı. Yer zərfidir, təyin vəzifəsindədir. D. Hansı cümlədə zərf təyin vəzifəsindədir? Çayın yuxarı sahillərində əkin yerləri yox idi. Əkin yerləri yox idi. Yox idi. Nə? Əkin yerləri harada? Çayın yuxarı sahilində. Yenə ismi birləşmənin içərisində var. Ona parçalamaq olmaz. Cahandar ağa aşağı kəndlərdə Cahandar ağanı aşağı kəndlərdə hamı tanıyırdı. Nə edirdi? Tanıyırdı. Kim? Hamı. Hansı kəndlərdə aşağı? Oldu nə? 29-da B. 30. Nədir? Hansı cümlədə zərf mübtəda vəzifəsindədir? Ora gedən yol dağlardan keçir. Nə edir keçir? Nə? Yol. Hansı yol? Ora gedən. Sonra deməli baxdıq. Ora çox baxma. Bizdən şübhələnərlər. Ora çox baxma. Oraya çox baxma. Yanı verə bilirəmsə, olur zərflik.
Həmçinin də burada oraya gedən yol dağlardan keçir. Yönlü yol şəkilçisini qəbul etdiyim zərflik funksiyasındadır. Yəni zərflik funksiyasındadır. Ora çatanda bizə xəbər verməyi unutmayın. Oraya çatanda, bu da zərfdir. Zərflik funksiyasındadır, vəzifəsindədir. Ora minalardan yenicə təmizlənmiş ərazidir. Oraya minalardan yenicə təmizlənmiş ərazi deyə bilmədiyimə görə, hara minalardan yenicə təmizlənmiş ərazidir, oldu nə? Elə D variantı. Mübtəda vəzifəsindədir. Hansı cümlədə zərf mübtəda vəzifəsindədir? Əvvəlkini təkrarım. Bütün günü ora-bura qaçır, heç dincəlmirdi. Haraya? Oraya, buraya. Bura gələndə onunla rastlaşdım. Haraya, buraya. Bura gəlməkdə məqsədin nədir, hacı? Haraya, buraya, zərflik daha doğrusu. Uşaqla bura çox yerdən səfalıdır. Necədir? Səfalıdır. Nə? Bura. Oldu nə? Elə 31-də D variantı. 32. Hansı cümlədə iki zərf işlənmişdir? Birdən Seyid hövlnak ayağa qalxıb təlaşla dostuna baxdı. Nə tərzdə? Hövlnak nə tərzdə? Birdən nə zaman? Burada 3 zərf var. Nəhayət günorta qaldırıcı kran yükü ağır-ağır çəkib yuxarı qaldırdı. Nə zaman? Günorta ağır-ağır nə tərzdə yuxarı qaldırdı. Yenə yer zərfi. Kənd gəzə-gəzə nəhayət 12 gündən sonra gəlib şəhərə çatdılar. Deməli, kənd nə tərzdə? Gəzə-gəzə feili bağlamadı. Nəhayət 12 gündən sonra nə zaman? 12 gün. Nə zaman? 12 gündən sonra gəlib, bu da zaman qoşmadı. Deməli, bir budur, bir də bu. Oldu elə C variantı. 33. Eylər Venn diaqramına əsasən cümlələrdə fərqləndirilmiş sözlərlə bağlı uyğun fikri müəyyən. Nənə nəvələrini başına yığıb asta-asta nağıl danışırdı. Rüstəm kişi atı arabaya qoşa-qoşa Cəlalı səslədi. Qoşaraq Cəlalı səslədi. Baxın, həm qoşur, həm də Cəlalı səsləyir. İki iş var. Bu feili bağlamadır. Əvvəlki isə bircə dənə iş olduğuna görə olur zərf. İndi getdik. Gəldik testin təhlilinə baxmağa. Baxırıq. Deyir ki, tərz mənasını bildirir. Tərz mənasını bildirir. Nə tərzdə nağıl danışırdı? Asta-asta. Bir də deyirəm ki, qoşa-qoşa Cəlalı səslədi. Nə tərzdə? Oldu nə? Bu hər ikisinə uyğundur, ortaya gedir. İki nitq hissəsinin xüsusiyyətini daşıyır. Əlbəttə feili bağlama. Tərkib əmələ gətirmişdir. Baxaq ki, Rüstəm kişi atı arabaya qoşa-qoşa Cəlalı səslədi. Səslədi, kimi, Cəlalı, kim, Rüstəm kişi, nə tərzdə atı arabaya qoşaraq. Bəli, tərkib əmələ gətirib. Oldu, tərkib əmələ gətirdiyinə görə bunu da əlavə edirəm bura. Sonra, müstəqil olaraq zərflik vəzifəsində işlənmişdir. Müstəqil, bir baxaq görək. Zərflik vəzifəsində işləmişdir. Nənə nəvələrini başına yığıb, asta-asta nağıl danışdı. Danışdı kim? Nənə. Asta-asta, necə? Nə tərzdə? Oldu, bu da bura getdi, əlavə olundu. Zərfdir, əlbəttə, bu da əlavə oldu bura. Deməli, 1-ə D, Y, 2-yə B, C, 3-ə A. 3-ə A. Hansı variant olacaq? C variantı. Zərf haqqında yanlış fikri müəyyən edir. Bəzi sözlər cümlədəki yerindən asılı olaraq zərf və əvəzlik kimi işlənə bilər. Səhv olan fikir budur. Elə. 35. Verilmiş tələblərin üçünə də aid, üçünə də uyğun gələn zərfin işləndiyi cümləni müəyyən edin. Quruluşca sadə zərfdir. Hərəkətin kəmiyyətini bildirir. Cümlədəki yerindən asılı olaraq digər nitq hissələri kimi də işlənə bilər. Deməli, baxaq görək. Demək, quruluşca hər üçünə uyğun gələn zərfi quruluşca sadə zərfdir. Hərəkətin kəmiyyətini bildirir. Cümlədəki yerindən asılı olaraq digər nitq hissəsi kimi də işlənə bilər.
Məclisə xeyli adam gəlmişdi. Nə qədər adam? Burada saydı. Zərf deyil. Kəndimizin səhəri də axşamları kimi əsrarəngiz olur. Nə edir? Əsrarəngiz olur. Axşamları kimi nə zaman? Səhəri. Kəndimizin səhəri. Burada yoxdur. Çayın üstündən körpü salmaq barədə çox danışmışdılar. Nə qədər? Çox miqdar zərfidir. Sadə olmağına sadədir. Hərəkətin kəmiyyətini bildirir, belə kəmiyyət zərfidir. Cümlədə yerindən asılı olaraq digər hissəsi kimi də işlənə bilər. Belə say kimi, qeyri-müəyyən say kimi. 36. Zərf haqqında hansı fikir səhvdir? Səhər, axşam sözləri həm zərf, həm də isim kimi işlənə bilir. Bəli, əvvəl izaha başlayanda izah vermişdim, qeyd etmişdim orada. Zərflər həm təsriflənən, həm də təsriflənməyən feilə aid ola bilir. Bəli, doğru fikirdir. Təsrih halda işlənən yer zərfləri cümlədə zərflik ola bilmir. Bu da doğrudur. Təsrih halda varsa tamamlıq olacaq. Sonra casına zərf düzəldən şəkilçidir. Bəli, tərz hərəkət zərfi düzəldir. Kəmiyyət zərfləri nə qədər, neçə suallarına cavab, nə qədər verə bilər, amma neçə sualı sayın sualıdır. 37. Zərf haqqında hansı fikir doğrudur? Dilimizdə ayrı yazılan mürəkkəb zərf işləmir. Niyə ki, bugün, o gün, o zaman, bu zaman, bunlar hamısı mürəkkəb zaman zərfidir. Cümlə üzvü kimi təyin ola bilmir. Təyin ola bilmir. Niyə ola bilməsin ki? Yuxarı məhəllə, hansı məhəllə? Feillərə, bəzən də digər əsas nitq hissələrinə aid olur. Bu doğru fikirdir. Sonra gəldik. Deyir, ismə aid heç bir şəkilçi qəbul etmir. İsmin hal şəkilçisində qəbul eləyər, hətta cəm şəkilçini. Məsələn, sonralar o bizi çox axtarmışdı. Nə zamanlar cəm şəkilçisini qəbul edir, hətta hal şəkilçisində qəbul edir. Sonra gəldik 38-ə. Hansı cümlədə 2 zərf işlənmişdir? 2 zərf işlənmişdir. Artıq tikintidə daş işləri tamamilə qurtarmışdı. Nə qədər? Tamamilə, bir budur, miqdar zərfi. Artıq tikintidə daş işləri. Bizdə də var. Sonra Rövşən təlaşla atasının üzünə baxdı və qorxa-qorxa nəsə soruşmaq istədi. Təlaşla nə tərzdə, bir də qorxa-qorxa isə feili bağlamadı. Nurlan indi başa düşdü ki, bu barədə danışmaq tezdir. Tezdir zaman zərfi. Bir də indi nə zaman, yenə zaman zərfi oldu. Nə? 2 dənə C variantı. Hansı cümlədə 2 zərf işlənmişdir? Nihat elə danışırdı ki, sanki tamamilə bu işdən xəbərsizdir. Tamamilə nə qədər? Miqdar zərfi. İndi deyirsiniz ki, müəllimə, bu da zərfdir. Xeyr, əvvəlki qarşımıza çıxmışdı testlərdə, izahını vermişdim. Elə əvəzlikdir. Sadəcə zərfi əvəz edib cümlədə, zərfin funksiyasını götürüb cümlədə zərflikdir. Morfoloji cəhətdən əvəzlikdir. Uzaqdan arabir maşın səsi gəlirdi. Arabir bir bu zərfdir. Bir də haradan, uzaqdan 2 dənə zərf B variantı. Hansı cümlədə 2 zərf işlənmişdir? Sənayə gedəndən sonra Abbas oturub xeyli işlədi. Xeyli miqdar zərfi. Burada isə çıxışlı xal, üstəgəl, qoşmadır. Bu da feil sifətin şəkilçisi. Burada yoxdur, bir dənədir. Süsən nənə illərdən bəri saxladığı mücrünü məmnuniyyətlə nəvəsinə cehiz verdi. Nə tərzdə? Məmnuniyyətlə, bizə dənə zərf var. Süsən illərdən bəri bu çıxışlı xaldır, üstəgəl qoşmasıdır. Sonra yağış anbağın güclənir, adamlar qaça-qaça daldalanmağa yer axtarırdılar. Qaça-qaça feili bağlamadır, anbağın isə zərfdir. Burada bizə dənə zərf var. Artıq indi Ceyhun rusca yaxşı danışırdı. Rusca yaxşı danışırdı. Baxaq görək. Yaxşı danışırdı nə tərzdə? Artıq indi Ceyhun rusca nə tərzdə? Burada bir dənə də zərf var. Artıq indi nə zaman? Bir dənə də zaman zərfi. Burada 3 dənə zaman zərfi var. Şiddətli külək arabir pəncərəni zərflə şaqqıldadırdı. Nə tərzdə? Zərflə. Bir də arabir mürəkkəb zərfdir. Hansı cümlədə 2 zərf işlənmişdir?
Baxırıq. Axşamüstü çobanlar sürüləri örüşdən gətirirdilər. Nə zaman? Axşamüstü zaman zərfidir. Örüşdən isə konkret məkan bildiyinə görə isimdir. İt birdən hürdüyü üçün uşaq qorxdu və ağlaya-ağlaya anasına tərəf qaçdı. Ağlaya-ağlaya feili bağlamadır. İt birdən, burada birdəndir, bir dənə zərfdir. Digər zərf yoxdur. Fəhlələr elə çalışırdılar ki, planı 1-ə 2 yerinə yetirirdilər. 1-ə 2 zərfdir. Elə də bayaq dedik ki, əvəzlikdir. Burada bir dənə zərf oldu. Bayaq sakitcə dayanan uşaqlar danışa-danışa içəri keçdilər. Deməli, danışa-danışa feili bağlamadır. Haraya keçdilər? İçəri yer zərfidir. Sakitcə nə tərzdə zərfdir? Bayaq nə zaman? Bu da 3 zərf oldu burada. Sonra içəri girəndə hamının nəzərini qapı ilə üzbəyüz asılmış şəkil cəlb etdi. Üzbəyüz zərfdir, nə tərzdə, bir də içəri yer zərfidir. Burada 2 dənə zərf oldu, Y variantı. Zərf haqqında hansı fikir səhvdir? Hansı fikir səhvdir? Baxırıq, zərflər ismi birləşmənin əsas tərəfi kimi çıxış edə bilmir, səhv fikir oldu, A. Məsələn, sağ yer zərfidir. Məsələn, deyirəm ki, sənin sağın, sənin solun oldu. Necə? İsmi birləşmənin əsas tərəfi kimi çıxış edə bildi, oldu, A var. 43. Təsriflənməyən feili izah edən zərf hansı cümlədədir? Yayda Maral Rəhmanzadə Çalbayır dağlarında qonaq olar. Təsriflənməyən, yəni məstər feili, sifət feili bağlı. Yayda nə vaxt, nə zaman? Bu da ismi izah edir. Aslan yavaş-yavaş irəli gedir, ara bir geri baxırdı. Var burada geri və irəli, ancaq təsriflənən feilləri izah edir. Savalanın qarı yayda diş göynədir. Nə zaman? Yayda ismi izah edir. Otağa astaca girdiyi üçün atası oyanmadı. Nə səbəbə atası oyanmadı? Girdiyi üçün. Astaca nə tərzdə? Tərz hərəkət zərfidir. Feili sifəti izah edir. Yəni təsriflənməyən feil oldu nə? D variantı. Hansı cümlədə zərf işlənmişdir? Onun maraqlı həyat hekayəsi var. Burada yoxdur zərf. Hekayəsi var. Qoy uzansın gecə, geciksin səhər. Deməli, burada da yoxdur. Uzansın gecə, geciksin səhər. Nə? Sadəcə bunlar isimdirlər. Gecə və səhər. Samir gülə-gülə mənə baxdı. Bu nə tərzdə? Feili bağlamadır. Onunla dərsdən sonra görüşməliyik. Çıxışlı xal üstə gəl qoşma. Az ye, az danış. Vermə bir kimsəyə əziyyət. Nə qədər ye az, nə qədər danış az. Oldu nə? Y variantı. Hansı cümlədə zərf işlənmişdir? Çox alışıb, çox yanmayın. Çox alışıb, çox yanmayın ilə nə qədər alışmayın, nə qədər yanmayın. Oldu nə? Miqdar zərfi A variantı. Hansı cümlədə zərf işlənməmişdir? Hansı cümlələrdə daha doğrusu? Baxırıq. Deyir, hər şeyə kör-körayla inanmaq olmaz. İnanmaq olmaz nə tərzdə? Burada tərz hərəkət zərfi var. O çay içə-içə söhbətinə davam edir. O çay içərək. Hətta həm çay içər, həm də söhbət edir. 2 iş var. Feili bağlamadır. 2. Həyətdə bir dəstə uşaq həvəslə oynayırdı. Nə tərzdə? Tərz hərəkət zərfidir. Qatar stansiyaya çatar-çatmaz fit səsi eşidir. Nə tərzdə? Feili bağlamadır. Qardaşım gülə-gülə atama yaxınlaşdı. Burada feili bağlamadır. Gülərək. Həm gülür, həm də atasına yaxınlaşır. Oldu nə? 2, 4 və 5. Hansı cümlələrdə zərf işlənmişdir? Yay vaxtı onlar bu səfalı kəndə gəlib dincəlirdilər. Deməli, zərf işlənəni soruşursa məndən, nə zaman? Yay vaxtı. Bu ismi birləşmədir. Sonra o sevincək evlərinə doğru yeriyir, asta-asta nəsə deyirdi, nə tərzdə? Bir də sevincək nə tərzdə? 2. Tarixi doğru dürüst yazmaq üçün gərək vicdanın səni dinləsin. Nə tərzdə yazmaq üçün? Doğru dürüst necə yazmaq üçün? Böyük dura-dura kiçik danışmaz. Böyük dura-dura kiçik danışmaz. Nə tərzdə? Duraraq feili bağlamadır. Hər tərəf başdan başa gül çiçəklə bəzədilmişdir. Nə tərzdə? Başdan başa. Oldu nə? 2, 3 və 5. Hansı cümlədə zərf işlənmişdir? Oqtay şairانə danışır, bədii cümlələr işlədirdi. Nə tərzdə? Şairdən şairanə.
1. Bağda hava sərin idi. Burada isim zərf yoxdur. Zeynəb hirslənərək qışqırdı və ayağa qalxdı. Nə tərzdə? Bu ara gərək feili bağlamadır. Konsertdə orta cərgədəki yerlər boş idi. Burada da yoxdur. Ümumiyyətlə zərf yoxdur. Biz qəsdən dinlənmədik. İşin sonunu gözlədik. Qəsdən. Burada oldu nə? Zərf. 1 və 5. Hansı cümlədə zərf işləmişdi? Gecə düşdü, ulduzlar sayışdı. Nə düşdü, nə sayışdı? Burada gecə isimdir. İpək tellərini səhər küləyi oynadırdı. Səhər küləyi oynadırdı. Nə? Səhər küləyi. Bu burada səhər isimdir. Sabaha mənzilə çatmalıyıq. Sabaha mənzilə çatmalıyıq. Nə zaman? Axşam yerinə qarışan oynaq bir musiqi onu diksindirdi. Axşam yerinə nə? Burada isimdir. Sonra səhərlər kənddə olmağın öz ləzzəti var. Nə zaman səhərlər? Nə oldu indi? 49-da 3 və 5. Sonra 50-də. Ənvər yeməyini tez-tez yeyir. Sanki bu saat buranı tərk etməyə çalışırdı. Cümləsində işlənmiş zərflə bağlı yanlış fikir müəyyəni. Zərflə Ənvər yeməyi tez-tez yeyir. Nə tərzdə? Bir budur. Sanki bu saat buranı tərk etməyə çalışırdı. Səhvləri göstər. Deyir ki, zərflərin hamısı zərflik vəzifəsindədir. Bu saat, bax, bu da nə zaman? Bir də buranı. Deyir ki, zərflərlə bağlı. Zərflərin hamısı zərflik vəzifəsindədir. Bir baxaq görək. Ənvər yeməyini tez-tez yeyirdi. Nə tərzdə yeyirdi? Tez-tez. Sanki bu saat buranı tərk etməyə çalışırdı. Tərk etməyə çalışırdı. Haranı, buranı tamamlıq vəzifəsində. Nə zaman? Bu saat. Bu səhv deyil. Niyə? Çünki ikisi zərflik funksiyasındadır. Biri isə tamamlıqdır. Təsir yalnız şəkilçisini qəbul edir. Ardıcıl olaraq tərz hərəkət, zaman, yer zərfləri işlənmişdir. Bayaq qeyd etdik, doğrudur. Zərflərdən ikisi quruluşca mürəkkəb, biri sadədir. Zərflərdən ikisi, bəli, tez-tez nədir? Mürəkkəbdir, bir də bu saat. Buranı isə sadədir. Yer zərfi təsiri şəkildə onu da qeyd etdim. Zərflərdən ikisi feilə, biri isə ismə aiddir. Bu da feilə aiddir. Bu elə zərfə aiddir, bu isə feilə aiddir. İkisi feilə aiddir, biri isə elə zərfin özünə. Oldu nə? 1 və 5. 51. Verilmiş tələblərin üçünə də uyğun gələn zərfi müəyyən et. Quruluşca sadə olsun. Hamısı belə baxıram sadədir. Sözlərin hamısı. Hərəkətin icra etdiyi zamanı bildirsin. Deməli, zamanla bağlısa bizdən zaman zərflərini istəyir. 1 ilə 4-ü çıxırıq. Cümlədə yerindən asılı olaraq digər nitq hissəsi kimi işlənə bilər. Elə olacaq 2, 3 və 4. Məsələn, sonra bir var qoşma kimi, bir də var zaman zərfi kimi bildir. Bildirmək feil kimi, bir də bildir zaman, həmçinin 5-də də bayaq sözü də 2 nitq hissəsi xüsusiyyətini daşıyır. Zərflə bağlı doğru fikri müəyyən edin. Cümlədə feillə bağlı olur və həmişə feilin yanında gəlir. Bu səhv fikirdir. Neçə əvvəlki testlərdə də neçə nümunələr qarşımıza çıxıb, ismin yanında gəlib feillə bağlı ola bilər. Bu səhvdir. 52, 53, 52-nin biri səhvdir. Məsdər, feili sifət, feili bağlamaya da aid ola bilir. Bəli, testlərdə qarşımıza çıxmışdı. Hətta təsriflənməyən feillər adı altında gelirdi. Zərflər, zərf düzəldən la və casından şəkilçilər vurğu qəbul etmir. Bəli, özündən əvvəlki şəkilçinin saytın üzərinə atır, hecanın üzərinə atır. Cümlə üzvü kimi yalnız zərf ola bilir, səhv tamamlıq da ola bilər, hətta mübtəda da ola bilər. Axşam, səhər, günorta sözləri həm isim, həm də zərf kimi işlənə bilər. Əvvəlki yenə testlərdə qarşımıza çıxmışdı. Sual əsasında cavablandırmışdım sual verərək. 2, 3 və 5. Zərflə bağlı doğru fikirləri göstərin. Cümlədə feilin təsriflənməyən formalarının heç birinə aid olmur, əksinə olur. Əsasən feillə bağlı olsa da, feilin yanında işlənməyə də bilər. Bəli, qeyd etmişdim. Zərf düzəldən şəkilçilər arasında alınma şəkilçilər də var. Doğrudur. Sonra
Mürəkkəb zərflər yalnız ba bitişdirici ilə işləndikdə bitişik yazılır. Baxın ki, mürəkkəb zərflər yalnız ba bitişdirici ilə işləndikdə, məsələn, üzü yuxarı, üzü aşağı bitişik yazılır. Səhv fikirdir. İti, cəld, möhkəm sözlər həm zər, həm də sifət olur. Bəli, doğrudur. 2, 3 və 5. 54. Hansı cümlələrdə işarələnmiş sözlər zərfdir? Bu söz üzə vurulan şillə kimi səsləndi. Üzə. Bu isimdir. Sonra üzə-üzə sahilə çatdılar. Üzə-üzə sahilə çatdılar. Üzə-üzə necə? Sifətdir, mürəkkəb. Daha da üzərək feili bağlamadı, bağışlayın. Bir axşam biz yenə üz-üzə oturmuşduq. Nə tərzdə? Üzbəüz oturub problemləri müzakirə etmək lazımdır. Nə tərzdə? Sonra o, şıltaq ləpələrin qoynunda üzərək gözdən itdi. Bu feili bağlamadı. 3 və 4. Hansı nümunələrdə işarələnmiş sözlər zərfdir? Ocaqdakı sonuncu kösövlər də yana-yana külə döndü. Yanaraq külə döndü. Feili bağlamadı. Mən bunları sənə ürəkdən yanaraq deyirəm. Bu da feili bağlamadır. Ara gərək. Bağdakı oturacaqların birində yanbayan oturdular. Yanbayan mürəkkəb babə ilə düzələn mürəkkəb zərf, tərz hərəkət zərfi. Yan-yana addımladıq həyat yolunda. Yan-yana addımladıq həyat yolunda nə tərzdə? Sonra son tapşırıqlarını verib yan otağa keçdi. Hansı otağa keçdi? Yan otağa. Oldu nə? 3 və 4. Deməli 56. Zərflə bağlı doğru fikirləri müəyyən. Bütün cümlə üzvləri vəzifəsində işlənə bilərlər. Bu doğrudur. Digər nitq hissələrindən fərqli olaraq ismin xüsusiyyətlərini daşıya bilmir. Əksinə niyə daşımasın ki? Zaman zərfi həmişə hərəkətə aid olur. Zaman zərfi səhvdir. Həm təsvirlənən, həm də təsvirlənməyən feilə aid ola bilər. Bu da doğrudur. Köməkçi nitq hissələrindən qoşma və ədat ilə amonimlik yarada bilir. Deməli, köməkçi nitq hissələrindən qoşma və ədatla amonimlik yarada bilir. Bəli, sonra, əvvəl. Sonra oldu digər tərəfdən. Bütün düzəltmə zərflər zərfin özündən yaranır. Səhv fikirdir. Oldu nə? 1, 4 və 5. 1, 4 və 5. 57. Hansı cümlədə zərf işlənməmişdir? Koroğlu xalqımızın tarixi qəhrəmanlıq eposudur. Burada elə işlənməyib. Leyla anasının yanına qaçaraq sevincək dilləndi. Nə tərzdə dilləndi? Sevincək. Burada işlənib. Gözüm görə-görə qocalır anam. Gözüm görə-görə qocalır anam. Gözüm görərək qocalır anam feili bağlamadır. Bu xəbəri eşidər-eşitməz kəndə üz tutdu feili bağlamadır. Asif suallara həvəslə nə tərzdə cavab verdi? Oldu nə? 1, 3 və 4. Hansı cümlədə zərf işlənməmişdir? Koroğlu şifahi xalq yaradıcılığının ən dəyərli nümunələrindən biridir. Elə 58-in birində yoxdur. Ata handan-hana başını qaldırıb oğluna baxdı. Nə tərzdə? Burada var. Əhməd düşünə-düşünə otaqdan çıxdı. Bağçaya tərəf qaçdı. Düşünərək. Burada feili bağlamadır. Sonra dərzi paltarı tikə-tikə zümzümə edirdi. Burada da feili bağlamadır. Tikərək, hətta 2 iş var. Həm paltar tikir, həm də mahnı oxuyur. Əskərlər düşmənlə məharətlə vuruşlar nə tərzdə? Oldu nə? 1, 3 və 4. Bir baxaq görə bitdi mi? Bitdi. Ola bilər izah əsnasında nəsə mexaniki səhv falan olar. Qeyd edərsiniz, mən də düzəliş eləyərəm. Belə, Allahın amanında olun. Allah sizi qorusun.